görürsən bu evi. Bu ev 4,5 sotun içində, möhtəşəm Xırdalanın mərkəzində, Heydər Əliyev Parkının aşağısı, Sultan Şadlıq Sarayının isə düz yanındadır. Deməli, bu ev haqqında sizə məlumatlar verəcəm. Ev çox möhtəşəmdir. Yəni, dayımızın şəxsən özünün proyektidir. Gəlin də həyətdə nələr var, nələr var, onları göstərim. Qiymət də çox ucuzdur. Və təcili pul lazım olduğu üçün əlim yanında qiymətli satır. Həyətdə belə bir, həm hamam tualetdə sadıqları belə istifadə olunur. Tomcuzələr üçün belə bir yerimiz var. Evi bir şey ki, torpağın qiymətinə ev satılır burada. Torpağın qiymətinə. Bir dənə zəhmət olmasa oranı çək. Buyur. Baxın, ben de sizə sayıram. Bax, evin kurqavoy. Yanları belə qoşadaşdır. Yanları belə. 1,2, 1,2, 1,3 fundamentləri. Yəni evimizin. Evin hündürlüyü 3 kubik yuxarıdadır. Yəni siz təsəvvür edin ki, bu möhtəşəm ev qiymət torpaq qiymətinədir. İndi nə edirik? Keçirik evin daxilini sizə göstərir. Kərbalay, gəl. Elə oturmuşam, evin haqqında məlumatları oxuyurdum. Bir dənə evin gəlincə bir dənə dairə var. Evin ümumi sahəsi 130 kvadrat metr eləyir. Deməli, 5 otaqdan ibarət bu birinci otağımız. Təsəvvür edin ki, ev 1,20 fundamentdədir. Bu ikinci otağımız. Bu da zal kimi nəzərdə tutulan belə bir növbəti otağımız. Belə bir zaldır, beyaz məyələşdiyim yer. Belə bir zaldır. Bu dördüncü otağımız. Gəl. Bu zaten beyazdan gördüğünüz 5-ci otaq. Belə bir hamam sancır. Bu da bizim kuxlamız. İndi keçirik əsas məsələyə. Bu evi gördünüz. Təsəvvür edin ki, bir neçə müddət əvvəl bu evə 230 min pul verirdilər. Qardaş deyirdi ki, yox, mən bundan da baha satacağım. Biraz problemlər yarandı. Qardaş sadəcə olaraq indi günün bugünkü gündə bu evi cəmi 178 min manata verir. Ki, torpağın qiymətinə. Xırdalanda mərkəzlər, Heydər Parkının aşağısında evin bir şey ki, ara kəsmələri belə qoşadaşdır. Yəni, bu qiymətə belə bir şey ev yoxdur. Və nəzərinizə çatdırıram ki, evin torpaq sahəsi də, evin özü də, Qubçada hər şey yerli yerindədir. Diqqətiniz üçün təşəkkürlər. Allah alana da, satana da xeyirli eləsin.